Hər vaxtınız xeyir. Azərbaycan səhiyyəsinin tarixində yeni və unikal bir səhifə açan, böyük bir uğura imza atan hadisəni müzakirə edəcəyik bugün. Söhbət Qafqaz regionunda ilk dəfə olaraq meyit donordan ürək transplantasiya əməliyyatının Azərbaycanda uğurla həyata keçirilməsindən gedir. Bu uğur Prezident cənab İlham Əliyevin rəhbərliyi altında səhiyyə sayəsində aparılan ardıcıl və əsaslı islahatların, eləcə də birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstək verdiyi layihələrin nəticəsidir. Bu tarixi addım bir tərəfdən Azərbaycan tibbinin inkişaf səviyyəsini, mütəxəssislərimizin peşəkarlığını göstərir, digər tərəfdən isə humanizmin ən yüksək nümunəsi olan orqan donorluğunun cəmiyyətimizdə kök salmağa başladığını sübut edir. Mövzunun bütün detallarını, prosesin necə təşkil olunduğunu və bu əməliyyatın əhəmiyyətini studiyamızın qonaqları, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək və damar cərrahı və bu tarixi əməliyyata rəhbərlik edən şəxs, professor, doktor Kamran Musayev və Səhiyyə Nazirliyi tabeliyində orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinin idarə heyətinin sədri Yeganə xanım Abbasova ilə daha ətraflı danışacağıq. Xoş gördük hər birinizi. Kamran doktor sizi və Yeganə xanım sizi ilk növbətə təbii ki, təbrik edirəm. Sizi, Azərbaycan səhiyyəsini, ümumiyyətlə bütün Azərbaycanı əhəmiyyətindən və bu prosesin necə aparıldığından, çətinliklərindən və bir xəstəyə yeni həyat bəxş olundu. Təşəkkür edirəm. Mən də hər şeydən əvvəl həm sizi, həm bütün tamaşaçılarımızı salamlayıram. Həqiqətən mən də sizinlə tamamilə həmfikirəm. Bugün ölkəmiz səhiyyəsi adına qürur verici bir anı yaşayırıq. Çünki sizin də qeyd etdiyiniz kimi uzun illərdir möhtərəm cənab prezidentimiz İlham Əliyevin və birinci vitse-prezidentimizin Mehriban xanım Əliyevanın sosial sahəyə və xüsusilə səhiyyəyə verdikləri dəstəyin nəticəsində bugün artıq Azərbaycan səhiyyəsi dünya standartlarında işlərə imza atır və bugün biz qürurla deyə bilərik ki, artıq Azərbaycan səhiyyəsi nəinki dünya standartlarında icra olunmur, artıq dünyada öz sözünü deyən, özünü qəbul etdirən bir səhiyyə sistemi qurmuşdur. Səhiyyə sisteminin müəyyən göstəriciləri var. Bu, istər Dünya Səhiyyə Təşkilatının hesabatlarına baxsanız və ya rəsmi və ya qeyri-rəsmi toplantılara baxsanız, müəyyən səhiyyənin keyfiyyət göstəriciləri var, hansı ki, o ölkənin səhiyyəsini yaxşı və ya pis olduğunu, onun inkişaf dərəcəsini göstərir. Orqan transplantologiyası bu göstəricilərdən ən vacib olanlarından biridir. Bildiyiniz kimi, uzun illərdir ölkəmizdə canlı donordan orqan transplantasiyası həyata keçirilirdi. Amma meyitdən, yəni beyin ölümü baş vermiş, meyitdən alınan orqanların başqa bir xəstəyə köçürülməsi prosesi məhz bu ildən etibarən faktiki olaraq başladı. İndi o prosesin necə olduğunu yəqin ki, Yeganə xanım o işin içində olan insan kimi daha ətraflı məlumat verəcək. Amma bizim icra etdiyimiz əməliyyat Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donordan alınan ürək başqa bir xəstəyə köçürüldü və bu əməliyyatı biz Mərkəzi Klinik Xəstəxanada uğurla icra etdik. Düşünürəm ki, ürək transplantasiyasının da artıq ölkəmizdə icra olunması və burada digər bir vacib məqam ölkəmizdə yetişmiş milli kadrlar tərəfindən uğurla icra olunması həqiqətən də ölkəmizin səhiyyəsi adına həm qürur verici bir faktdır, həm də səhiyyəmizin keyfiyyətcə yeni bir mərhələyə keçidinin başlanğıcıdır. Bu haqda daha ətraflı bir sual verəcəm, danışarıq və Yeganə xanım, ümumiyyətlə beyin diaqnozu qoyulduqdan sonra donorluğa gedən yol nədən ibarətdir? Hansı mərhələlərdən keçir? Söyləməliyəm ki, uzun mərhələlərdən bu keçmişdir. İlk öncə bildiyiniz kimi 1999-cu ildə Ulu Öndər tərəfindən insan orqanlarının transplantasiyası haqqında qanun qəbul edilmişdir. Burada donorluq sözü yox idi. Və 2020-ci ildə artıq hörmətli prezidentimiz İlham Əliyev tərəfindən 2020-ci ildə orqan donorluğu və transplantasiyası haqqında qanun qəbul edildi. Və sonra Azərbaycan Respublikası Səhiyyə Naziri tərəfindən, Teymur Musayev tərəfindən layihələr təqdim olundu
və onun böyük töhfəsi var idi burada. Əlbəttə ki, bu layihələr təqdim olundu və orqan donorluğu və transplantasiyasının hüquqi bazası hazırlanmağa başladı və hüquqi baza hazır olandan sonra orqan donorluğu və transplantasiya üzrə koordinasiya mərkəzi 2022-ci ildə Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətə başladı və fəaliyyətə başladığımız iş ilk gündən beyin ölümü diaqnostikasının protokolu haqqında düşündük və bu yolda işlər görməyə başlanıldı. Və bu işlərimizin nəticəsi 2023-cü ilin iyun ayında protokol hazırlanaraq artıq təsdiq olundu. Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən. Protokol təsdiq olundu, isim az saytına yerləşdirildi. Amma bu həyata keçməli idi. Və bu reanimatoloqlar tərəfindən həyata keçməli idi və bütün həkim reanimatoloqlara biz bunu o vaxtdan çatdırmağa başladıq və eyni zamanda Həkimləri Təkmilləşdirmə İnstitutunun bilirsiniz, bütün həkimlər orada təkmilləşdirməyə gəlir, sertifikasiya imtahanı verir. Orada həmin proqrama salındı beyin ölümü diaqnostikası və bu dərslər keçirilməyə başladı. Eyni zamanda biz bütün bölgələrə ezam olunduq, getdik. Bütün bölgələrdə reanimasiya şöbələrində bu təlimləri apardıq. Beyin ölümlü diaqnostikası təlimlərini eyni zamanda Bakı şəhərində, Sumqayıt şəhərində olan xəstəxanalarda bu təlimlər aparıldı. Və biz reanimatoloqlara 24 saat açıq olduğumuzu söylədik ki, nə vaxt lazım olsa biz onlara kömək olmağa hazır olduğumuzu, dəstək olmağa hazır olmamızı göstərdik. Və beləliklə də ilk beyin ölümü diaqnozları qoyulmağa başladı. Artıq 2023-cü ilin axırından diaqnozlar qoyulmağa başladı. Biz ailələrlə söhbət eləyirdik. Və əlbəttə ki, etirazlar alırdıq. İlk dəfə bu belə olurdu, bu normaldır. Təklif sizdən gəlirdi? Təklif bizdən gəlirdi və biz etirazları alırdıq. Söyləyim ki, bütün dünyada belə olub. İspaniya dünyada birinci yeri tutan ölkədir orqan donorluğuna görə. Amma onlar mərkəz yaranandan sonra 10 ilə bu nöqtəyə gəlib çıxıblar. Türkiyə 30 ilə gəlib. Biz isə 2 ilə bu nöqtəyə gəldik, çıxdıq. Bu da bizim vətəndaşların, Azərbaycanlıların necə humanist, necə insanpərvər olduğunu göstərir. Və söyləyim ki, bütün bu etirazlar ola, əlbəttə ki, etirazlar olmalıdır. Etiraz edən ailə də özü gedir, danışır, öz ailəsində, bax, bizdən belə bir şey istədilər. Amma yenə söyləyim, 4642 Azərbaycan vətəndaşı dializdədir. Və kiminsə qohumu tanışı əlbəttə ki, gedir, çatır. Qaraciyər yetməzliyi olan xəstələrimiz var, ürək yetməzliyi olan xəstələrimiz var. Yenə deyirəm, insanın özünə dəyəndə insan buna dəyər verməyə başlayır və 2025-ci ildə nəhayət fevral ayında ilk ailədən öz razılığını verdi. Addım siz buna gəlib çatdınız. Gəldik, çıxdı. Doktor, sizin bayaqki danışdığınıza davam olaraq mən istərdim heyət haqqında daha ətraflı danışaq və biz deyə bilərik ki, artıq bir professional, beynəlxalq standartlara uyğun olan bir komanda işləyibdir və bu əməliyyatı həyata keçiribdir və hər halda bu sadəcə bir cərrahi əməliyyat deyil və bu uzun illərin hazırlığın nəticəsidir. Bəli. Hülya xanım, bu sualınıza görə təşəkkür edirəm. Həqiqətən, ümumiyyətlə, orqan transplantasiyası özü çox mürəkkəb bir prosesdir və bunun əsas 3 komponenti var. Burada tibbi məsələ var, hüquqi məsələ var və sosial məsələ var. Hörmətli Yeganə xanım bu sosial və hüquqi tərəflərini çox gözəl izah elədi, amma tibbi tərəfi özü də özlüyündə kifayət qədər mürəkkəb, kompleks bir hadisədir və hər şeydən əvvəl burada bilik, bacarıq və təcrübə tələb olunur. İkinci məsələdə ciddi infrastruktura malik sizin səhiyyə qurumlarınız olmalıdır. Və burada da bir səhiyyə qurumu yox, bir neçə səhiyyə qurumu olmalıdır. Konkret olaraq bizim icra etdiyimiz ürək transplantasiyası əməliyyatında, məsələn, sırf əməliyyatın o tibbi tərəfində 20-dən çox tibbi personal iştirak etdi həmin gecə bu əməliyyatda və bu, dediyiniz kimi, sadəcə cərrahlardan ibarət deyildi. Bunun yanında anestezioloqlar, reanimatoloqlar, perfizioloqlar, tibb bacıları, kiçik tibb işləyən bütün oradakı tibbi heyət bu prosesə hazır olmalı idi və biz də açıqcası bu prosesə Mərkəzi Klinik Xəstəxana olaraq uzun illərdir ki, hazırlaşırdıq və mətbuatımızdan da bildiyiniz kimi biz əslində
ürək-damar cərrahiyyəsi icra edə-edə 2012-ci ilin sonunda ölkəmizdə ilk dəfə süni ürək transplantasiyası da həyata keçirmişdik. Oradan da artıq bu sahədə bizim təcrübəmiz yığılırdı. Həm kadrlarımız ona görə yetişirdi, həm infrastrukturumuzu biz ona görə genişlədirdik və nəhayət bu il bütün ölkəmizdə də, regionumuzda da ilk dəfə olaraq məhz meyit donordan beyin ölümü baş vermiş bir insandan götürülən ürəyi biz transplantasiya etməyə müvəffəq olduq. Amma bu həqiqətən onlarca insanın ciddi əməyinin nəticəsidir o gün üçün, o an üçün. Amma bunun arxasında həqiqətən uzun illər dayanır. Nələr dayanır? Maraqlıdır Yeganə xanım. Biz bu informasiyaya rast gəldik, oxuduq hamımız. Gənc bir xəstəyə qeyd etdiyim kimi yeni həyat bəxş edildi. 2006-cı il təvəllüdlü pasiyent idi. Amma beyin ölümü diaqnozu qoyulan adam haqqında heç bir məlumat yoxdur. Beyin ölümü diaqnozu qoyulan insan haqqında heç bir məlumat vermək olmaz. Çünki bu məxfidir və Azərbaycan Respublikasının qanunvericiliyində bu haqda yazılıbdır və ona görə də biz bunu çox məxfi saxlayırıq. Hətta həmin mərhumun digər qohumları belə onu bilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə icazəni ancaq yaxın qohumlardan biri, yəni ər, arvad, yoxdursa uşaqlar, uşaqlar yoxdursa ata-ana yoxdursa baba, nənə, nəvə verə bilər. Bir nəfər icazə verir və həmin icazə məxfi saxlanılır. Donorun kim olduğunu? Donorun kim olduğunu heç kəs bilmir. Məxfilikdir. Bəli. Maraqlıdır, bəlkə bu sualı bir çoxları düşünür. Əslində söhbət ürəkdən gedirsə, maraqlı olardı sizdən soruşmaq. Deyirlər, ürəyi yumşaqdır, ürəyi gözəl insandır, kimsə zülmkardır, ürəyi necə qəddardır, soyuqqanlıdır. Bunların heç əhəmiyyəti varmı? Donor ürəyin kiməsə keçirilirsə. Düşünürəm ki, bu suala Kəmran doktor da gözəl cavab verə bilər, amma heç bir düşünürəm əhəmiyyəti ola bilməz. Çünki insan beyni, hər şey beyin tərəfindən idarə olunur və beyin öləndən sonra, yəni beynin uzunsov beyin sıxılıb öləndən sonra tənəffüs mərkəzi öləndən sonra artıq ürəyin öz avtomatizminə görə, öz pacemakerinə görə 2 sutka, 3 sutka çalışması artıq yenə deyirəm, tənəffüs yoxdursa, bu Qurani Kərimdə də yazılıb, Bibliyada da yazılıb. Deyir ki, torpaqdan insanı yaratdım və öz ruhumdan ona nəfəs üfürdüm. Deməli, nəfəs yoxdursa, artıq həyat yoxdur. Çox sağ olun, maraqlı cavab idi. Kəmran doktor, ürək əməliyyatı, indi Yeganə xanım əslində dedi, sizdən soruşum. Ürək əməliyyatını həyatda keçirilən insanların, indi söhbət məhz bu yox, daima həkim nəzarətində olurlar hər halda. Amma məhz bu pasiyent xüsusi nəzarət altında saxlanılır. Vəziyyəti daim diqqətdə olur. Hər şeydən əvvəl onu qeyd edim ki, mən artıq demək olar ki, 30 ildir ürək əməliyyatları icra edirəm. O sizin dediyiniz hadisə ilə həqiqətən mən də heç qarşılaşmadım ki, yəni kiminsə ürəyi, yəni xarakteri və ya xasiyyətinə uyğun onun ürəyi ilə qarşılaşım, heç elə bir şeylə qarşılaşmadım. O cümlədən də bu transplantasiya etdiyimiz əməliyyatda da istər donorun ürəyində və ya istər bizim xəstənin ürəyində onun xarakteri ilə, xasiyyəti ilə, ruhi, psixoloji vəziyyətlə əlaqədar biz bir şeylə qarşılaşmırıq. Digər bir məqamda həmişə maraq doğurur insanlarda ki, ürək köçürdüyünüz xəstənin xasiyyəti, xarakteri, psixologiyası dəyişəcəkmi? Yəni donordan keçəcəkmi ona o insanın psixologiyası və ya xarakteri, xasiyyəti? Elə bir şey də olub, indiyə qədər qeyd olunmayıbdır. Yəni yenə də həmin insan normal başqa bir ürək əməliyyatı və ya başqa bir cərrahi əməliyyat keçirmiş kimi müəyyən bir sağalma periodu keçəndən sonra normal həyatına davam edir. Amma əlbəttə bütün orqan transplantasiyası keçirmiş xəstələr kimi ürək transplantasiyası da keçirmiş xəstələr bəlkə də onlardan da daha ciddi nəzarətdə olmalıdır. Biz də hal-hazırda o mərhələdəyik. Və pasiyentin də vəziyyəti hazırda yaxşıdır. Bəli. Doktor, siz də donoru tanımırsınız. Kim olur donor? Xeyr, biz də donoru tanımırıq. Onu cərrahi əməliyyatı keçirən həkim də onu tanımır. Tamamilə doğrudur. Mən bu
transplantologiya ilə əlaqədar İngiltərə və Amerika Birləşmiş Ştatları başda olmaq şərtilə xarici ölkələrdə də olmuş bir həkim, cərrah olaraq deyim ki, ölkəmizdə orqan transplantologiyasının təşkili və Səhiyyə Nazirliyinin orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinin işinin təşkili həqiqətən dünya standartlarının da üzərindədir. Məsələn, biz transplantasiya əməliyyatını icra edən komanda, o komandanın başında olan cərrah olaraq mən bu gün də donorun, istifadə etdiyimiz meyit donorun kimliyi, ailəsi, ailə üzvləri, nə bilim, haral olduğu, necə olduğu, ailə həyatı, şəxsi həyatına əlaqədar. Hətta cinsiyyətini də bilirsiniz. Hər hansı bir cinsiyyəti təbii tibbi tərəfdən bizə məlum olur, amma digər ailəvi, sosial tərəflərinin biz bilmirik. Bizim də o ailə ilə hər hansı bir kontaktımız olmadı bugünə qədər. Onsuz da icazə də verilmir, çox da doğru olaraq. Və biz də bugünə qədər bilmirik, açıqçası marağında da deyil. Yəni o bizim tibbi tərəf üçün heç bir aidiyyəti olmayan məsələdir. Təşəkkür edirəm. Yeganə xanım, siz hüquqi bazadan danışdınız. Ümumiyyətlə, qanunvericilikdə bu necə tənzimlənir? Yəni, daha ətraflı istərdim bu haqda danışasınız və həmin ailə özləri sonradan nələrlə üzləşir? Yəni, bu hamısı nə var bu qanunvericilikdə bununla bağlı? Söylədiyim kimi, qanunvericiliyimizə görə bir nəfər icazə verir və hər bir insanın haqqıdır ki, ölümündən qabaq kiməsə yaxşılıq eləsin və bu yaxşılıq heç kəsə deyilməsin. Bu həqiqətən də savab hesab olunur və düşünürəm ki, bu insanlar böyük bir addım atır, bu yaxınlar. Yaxınlar üçün ən çətin an olur, öz yaxınını itirmək anı. Və həmin anda bu qərarı vermək hər bir insanın ürəyinin məhsulu deyil, belə deyək ki. O qədər humanist olmaq lazımdır ki, o qədər insanlara yardım eləmək hissi ilə yaşamaq lazımdır ki, bunu edəsən. Və bu səbəbdən də deməli, və söyləyirsiniz ki, nə vaxtsa bu insanlar bunu bilə bilərlər, belə bir filmlər var və s. Bəli, 1 ildən sonra, 2 ildən sonra, əgər həmin ailə, kim ki orqanı bağışlayıb, və yaxud da kim ki o orqandan yaşayır, həmin ailə müraciət edərsə, biz əlbəttə ki, hüquq mühafizə orqanları ilə əvvəl bunu məsləhətləşəcəyik. Hüquq mühafizə orqanları icazə verərsə, biz o ailəni, o insanları görüşdürə bilərik. Amma hələ ki bu baş verməyib. Bir ildən sonra buna icazə verilir. Ola bilər, yəni istəsələr. Həmin ailə, məsələn, həmin kiminsə ürəyini daşıyan bir insan istəsə ki, mən istəyirəm, görüm o ailəni, kim mənə bunu verib? Onsuz da onlar duaçıdırlar, onlar danışırlar, onlar deyirlər, biz ömrümüzün axırına qədər həmin insana biz rəhmət oxuyuruq. Amma görmək istəsələr, yəni biz onu ədliyyə orqanları ilə, hüquq mühafizə orqanları ilə məsləhət edəcəyik. Onların icazəsi ilə, çünki bu etikdir, çox məxfidir, onları görüşdürə bilərik. Bütün dünyada da bu var. Yeganə xanım, siz də elə, siz də Kamran doktor maraqlı olardı. Ümumiyyətlə, Azərbaycanda bu əməliyyatdan sonra donorluğa münasibət dəyişə bilərmi? Əlbəttə ki, dəyişəcək. Mən sizə söyləyim ki, bizim ilk fevralda meyit donor orqanı köçürülənə qədər bizim siyahımızda ölümündən sonra orqanları bağışlayanların reyestrində cəmi 50 nəfər var idi. Yəni, mən başda olmaqla bizim idarə və digər insanlar baxmayaraq ki, təbliğat, təşviqat, mərifləndirmə işləri aparılırdı. Fevral ayından bu yana artıq bugün 800-ün üstündədir bu insanların sayı. İnsanların sayı artmağa başladı. Burada fərdi insanlardır. Məsələn, mən özüm də öncədən yaza bilərəm sizə yazılı şəkildə könüllü müraciət edə bilərəm ki, ölümündən sonra orqanlarımı bağışlamaq istəyirəm. Və buradan istəyirəm səsləndirəm. ODTKM Orqan Donorluğu və Transplantasiya Koordinasiya Mərkəzi .gov.az saytımız var. O saytdan daxil olub hər bir Azərbaycan vətəndaşı orqanlarını bağışlaya bilər. Yenə də söyləyirəm və hər zaman imtina da eləyə bilər o bağışından. Yəni, bu elə bir addım deyil ki, bunu etdinsə bitdi. 2. Mütləq bu adam dünyasını dəyişərkən beyin ölümü keçirməlidir. Beyin ölümü keçirərkən süni tənəffüs aparatına bağlanmalıdır. Süni tənəffüs aparatına bağlandı, beyin ölümü keçirdi və bu zaman orqanları sağlam olmalıdır. Yəni, hamıya bu nəsib olacaqmı? Bəli. Bu sual var. Ona görə də hamıya nəsib olunan bir əməl, bir gözəl insanpərvərlik addımı deyil. Biz olaq, amma donor olmağımız bizim yaxınımızın çiynindən ağır bir yükü götürür.
Çünki o icazə verir və əgər biz özümüz bağışlamışıqsa, onun vicdanı çox təmiz olur ki, bu adam özü istəmişdi, mən də icazə verdim. Görürsünüz, demək ki, bu adi bir proses deyil. Mən öldüm də mənim orqanlarım kiminsə donor ola bilər, kiməsə donor ola bilər. Burada uzun bir proses var. Bir şeyi nəzərə alaq ki, biz ölkə olaraq bu proseslərə daha yeni başlamışıq və biraz əvvəl Yeganə xanım müxtəlif ölkələrdən də nümunə verdi. Həqiqətən onların da keçdiyi yola nəzər salanda görürük ki, transplantologiyanın tibbi tərəfindən daha çətin, daha mürəkkəb, daha kompleks olanı bu sosial tərəfidir. Və siz çox gözəl qeyd etdiniz. Mən inanıram ki, bizim həyata keçirdiyimiz ürək transplantasiyası əməliyyatından sonra müəyyən nəticələr olacağını mən gözləyirəm. Onlardan birincisi də ölkəmizdə və cəmiyyətimizdə orqan donorluğuna olan münasibətin daha da yaxşılaşmasını mən gözləyirəm. Çünki ürək transplantasiyası ilə tarixinə də nəzər salsaq görərik ki, daha simvolik bir mənası var. Həkim olmayan cəmiyyətin digər hissələrin üzərində çox fərqli rezonansları olan bir əməliyyatdır və buna inanıram ki, orqan donorluğu barəsində də bu məsələyə tərəddüd edən, şübhə ilə baxan çox həmvətənimizi ona sövq edəcək ki, könüllü şəkildə koordinasiya mərkəzimizdə qeydiyyatdan keçsinlər və orqan donoru olsunlar. İkinci bir gözləntim də var, onu söyləyə bilərəm Ülviyə xanım, bu əməliyyatın nəticəsini. Böyük məmnuniyyətlə İkinci bir nəticəm odur ki, cəmiyyətimizdən gözləntim odur ki, bu əməliyyatdan sonra mən çox gözləyirəm və istəyirəm ki, bizim insanlarımızın ölkəmizin səhiyyəsinə və Azərbaycanlı tibb işçilərinə olan inamı artsın. Və mən inanıram ki, elə də olacaq. İnşallah. Hamımız buna əminik də və inanırıq da. Yeganə xanım, statistik məlumatlar maraqlı olardı sizdən eşitmək. Ümumiyyətlə, bugünə qədər hər hansı bir orqan transplantasiyası aparılıb, hansı orqanlarda, hansı orqanın transplantasiyası daha çətindir? Söyləyim ki, demək, Azərbaycan tək ürək transplantasiyasında deyil. Ümumiyyətlə, ilk böyrək transplantasiyası canlı və meyit donordan, ilk qaraciyər transplantasiyası, gözün buynuz qışa transplantasiyası, sümeyli transplantasiyasında Qafqazda ilkə imza atan bir ölkədir. Və biz bununla fəxr edirik və ürək transplantasiyasında professor Kamran Musayevin etdiyi əməliyyatla yenə də Qafqazda ilkə imza atan bir ölkəyik. Bizim gözləmə siyahılarında bu dəqiqə 1000-dən çox insan var. Gözləmə siyahısı hardadır? Gözləmə siyahısı vahid informasiya sistemindədir. Burada mən istəyirəm bütün Azərbaycan vətəndaşları bunu eşitsin ki, burada insan əli yoxdur. Resipiyentlərin seçilməyində, əgər meyit donor orqanı çıxırsa. Burada vahid informasiya sistemidir və sistem özü hansı qrup donor çıxırsa, o qrup, qan qrupuna uyğunlaşdırır, o genetik analizə uyğunlaşdırır və o 5 adamı irəliyə çıxardır. Yəni, bunu biz etmirik. Bunu insan əli burada olmamalıdır. Bütün dünyada belədir, Azərbaycanda da belədir. Və söyləyim ki, bu 1000-dən çox adamın içində uşaqların faizi çoxdur. 53% uşaq var. Amma bunların çoxunu, məsələn, böyrək, ürək, qaraciyər gözləyən yox, sümeyli transplantasiyası gözləyən uşaqlar təşkil edir. Uşaqlarımız çoxdur, dializdə olan uşaqlarımız çoxdur. Onlar əziyyət çəkirlər, məktəbə gedə bilmirlər, universitetlərə gedə bilmirlər. Yəni, biz bunlara kömək eləyək və mənə elə gəlir ki, biz Azərbaycanlılar həmişə fəxr eləmişik kiməsə kömək eləməklə. Bundan belə həyat eşqi almışıq. Belə də xeyirxahlıq çoxluq təşkil edir bizim vətəndaşlarda və bu da davam edəcək. Və bu da davam edəcək və belə də gedəcək. Allah hamısında kömək olsun. Bütün xəstələrə şəfa versin. Yaş həddi varmı donorun? Deməli, meyit donorda... Orqanların yaş həddi varmı? Meyit donor orqanlarda yaş həddi yoxdur. Əgər orqan sağlamdırsa, əgər orqanın laborator, instrumental müayinə metodları ilə müayinə olunubdur və sağlamdırsa, yaş həddi yoxdur. Məsələn, son statistika İspaniyada 85 yaşında bir qadından orqanlar köçürüldü və 10-15 ildən sonra həmin resipiyentlər tam rahat yaşayır. Orqan sağlamlığından. Orqanlar qocalmır, belə çıxır. Orqanlar qocalır, əlbəttə, hər şey qocalır zamanla, amma burada
yaş həddi məsələsində belə bir ən əsas məqam ondan ibarətdir ki, bütün dünyada da bizdə də donor çatışmazlığı var. Məsəl üçün, ürək transplantasiyası üçün gözləyən xəstələrin Amerika Birləşmiş Ştatlarında sadəcə 5%-nə kifayət edir tapılan donorlar. Ona görə də illər içində donor kriteriyaları, donor seçmə kriteriyaları daha da genişləndirilir. Məsəl üçün, mən rezidentura təhsil aldığım vaxtlarda xatırlayıram, ürək transplantasiya üçün donor üçün yaş sərhədi 60 yaş idi. Bəzi ölkələrdə 55 yaş idi. Amma artıq bugün Yeganə xanım da qeyd etdiyi kimi demək olar ki, artıq o yaş sərhəddi ortadan qaldırılıb. Həm donor sayısını artırmaq üçün bu əsas məqsədli olunur. Bir də ikinci artıq orqanın sağlamlığını biz artıq daha obyektiv metodlarla biz yoxlaya bilirik. Yəni, yaşı 40 olan insanın da biz ürəyinin nə dərəcədə sağlam və ya xəstə olduğunu daha obyektiv kriteriyalarla ölçə bilirik. Yaşı 80 olan insanın da biz ürəyini və ya başqa orqanını biz daha dəqiq, obyektiv qiymətləndirə bilirik. Ona görə bəli, yaşlı insandan da orqan köçürülə bilər. Təbii ki, biz əvvəlcə, indi biz öz sahəmiz olduğu üçün ürəyini mütləq yoxluyuruq. Əgər ürək sağlamdırsa biz onu köçürürük. Bu digər orqanlar üçün də O bir keçərlidir. kəlmə var, bir çoxları deyir, ürəyi sağlam idi, amma digər orqana hansısa artıq imtina etdi. Bəli. Orada böyük doğruluq, həqiqət payı var. Həqiqətində ola bilər insan 40 yaşında ola bilər, amma ürəyi xəstə ola bilər. İnsan da var 80 yaşında ürəyi çox sağlamdır, amma dediyiniz kimi həqiqətən böyrək çatışmazlığına girə bilər insan. Amma ürəyi həqiqətən çox sağlam ola bilər. Və elə olan halda da məsəl üçün o orqanlardan deyəlim ürəyi xəstədir, böyrəyi sağlamdırsa, məsələn biz o donorlardan böyrəyi götürüb transplantasiya olunur. Ürəyi götürülmür və ya tərsi ola bilər. Təşəkkür edirəm. Doktor, bir də maraqlıdır, Yeganə xanım, beyin ölümü diaqnozu qoyulur, donor kimi seçilir artıq və bir xəstə pasiyent onu gözləyir. Və bu proses özü nə qədər uzun çəkə bilər? Bu xəstə artıq öncədən siz bir-birinizlə danışırsınız, əlaqədə olursunuz. Ya o vaxtı necə itirmirsiniz? O vaxtı biz itirə bilmərik. Bizim neçə donorumuz çıxıbsa, meyit donorumuz. Biz gecələr işləmişik səhərəcən, səhər də axşamacan. Çünki vaxt itirə bilmərik. Söyləyim ki, beyin ölümü diaqnozu qoyulandan sonra ikinci dəfə diaqnoz təsdiq olunmalıdır. Ki, bu həkimlər də hamımızın vicdanımız təmiz olsun. Vaxt varmı? Yox, söyləyirəm. 12 saatdan sonra, əgər birincili beyin zədələnməsidirsə, məsələn, beyin travmalarıdır, insultlardır və s. Və əgər ikincili beyin zədələnməsidirsə, məsələn, CPR sonrası və s. 24 saat gözləməliyik və uşaqlarda biz 24 saat. 24 saat ailəyə söylənilir. Reanimatoloq ailəyə deyir ki, artıq bu dünyasını dəyişib, beyin ölümü olub, sadəcə aparatların hesabına ürək çalışır. Və 24 saatdan sonra ailə gələrkən söyləyirlər ki, ya təsdiq olunmadı və yaxud da təsdiq olundu. Təsdiq olunan andan biz işə başlayırıq. Ürəyin pacemakeri, ürəyin sinus düyünü süni tənəffüs aparatına bağlanan meyitdə 48, maksimum 72 saata qədər çalışa bilər. Və bu dövr ərzində simpatik ştorm olacaq, parasimpatik ştorm olacaq, orqanlar öz fəaliyyətini itirə bilər, yəni təzyiq qalxacaq, sonra təzyiq enəcək. Və bu meyti həmin dövrü saxlamaq lazımdır və həmin dövrdə o qədər tez elektron sistemin olmağı, vahid informasiya sisteminin olmağı bizə çox kömək eləyir. O özü həmin qrupa görə xəstələri çıxartır, resipiyentləri və biz bir-bir hamısı haqqında həkiminə, orada yazılıb həkimi kimdir? Çünki həkimi seçmək Azərbaycan Respublikasının qanunvericiliyinə görə xəstənin haqqıdır. Hamısı ərizə yazıb həkimlərini seçib bizim sıraya dururlar. Donoru bilməsəz, amma onlar sizi bilir. Və resipiyentlər bilir. Alıcılar bizi bilir əlbəttə. Və biz həkimlərinə söyləyirik ki, sizin 3 xəstəniz var, məsələn. Sonra gəlir digər, məsələn, böyrək gözləyənlər, digər həkimin xəstəsi. Siz görün, bu 3 xəstəni, birinci sizinkilər gəlir. Gətirə bilirsiniz mən əməliyyata? Məsələn, həmin vaxt həmin resipiyentdə problem ola bilər. Tibbi problem ola bilər, tiroid ştormu ola bilər, infeksiyalar ola bilər və s. Həmin vaxtı onu əməliyyat sonuna almaq olmaz. Onda biz komissiya qərarı alırıq hər xəstəyə görə. Onlar komissiya qərarı verir ki, bu xəstəni bu dəqiqə götür. Amma vaxtımız çox azdır. Və həmin vaxt ərzində bütün orqanları biz paylamalıyıq siyahı üzrə. Təsəvvür eləyin bu. Təsəvvür edə bilmirəm. Təsəvvür edə bilmirəm. Kifayət qədər mürəkkəb kompleks bir işdir, amma mən inanıram ki, artıq
Mən həmişə buna inanmışam. Önəmli olan bir işə başlamaqdır. Artıq Allaha şükürlər olsun ki, Respublikamızda da bu işlər başlayıbdır və mən inanıram ki, uğurla artaraq davam edəcək. Və elə əslində son sualın, sonsuz danışmaq olar, saatlarla danışmaq olar. Həm də o qədər maraqlı danışırsınız ki. Və elə son sualım olacaqdı. Bu sizin həm cərrahi karyeranızda və bu Azərbaycanda yox, Qafqaz regionunda istərdim bir də bunun əhəmiyyətini deyəsiniz və qarşıda bizim səhiyyə üçün hansı qapıları açır? Təşəkkür edirəm. Əlbəttə, bu əməliyyatın Qafqaz regionunda ilk olması hər şeydən əvvəl mən həkim, cərrah da olsam bir Azərbaycanlı kimi məni də bizim hamımızı da qürurlandırır. Çünki ölkəmiz digər sahələrdə olduğu kimi səhiyyədə də həm Qafqaz regionunda da beynəlxalq arenada da artıq öz sözünü deyir. Və bu gün artıq Azərbaycanda ürək transplantasiyasının Azərbaycanlı mütəxəssislər tərəfindən icra oluna bilməsi, bu işin həm tibbi, həm sosial tərəfinin həll olunması, hüquqi bazasının artıq yaradılmış olması bizə bunu deməyə əsas verir ki, Azərbaycan səhiyyəsini daha yaxşı, daha gözəl günlər gözləyir. Və elə ona görə də mən çox istəyirəm ki, bizim insanpərvər, yardımsevər, bizim o genetik kodlarımızda olan xüsusiyyətlərimizdən irəli gələn məziyyətlərdən biri məhz orqan donorluğudur. Yəni siz kiməsə yaxşılıq edirsiniz, kiminsə həyatının uzanmağına, kiminsə xəstəliyinin sağalmasına kömək edirsiniz. Bundan ülvi, bundan bir humanist bir addım bu həyatda yəqin ki, ola bilməz. Ona görə birinci düşünürəm ki, bu orqan donorluğu və ümumiyyətlə transplantasiya ilə əlaqədar çox daha geniş üfüqlər açacağına inanırım. İnşallah. Mən də bir söyləyim. Təbii ki. Bildiyiniz kimi bizi motivasiya edən əsas nədir? 2024-cü ildə Qarabağın mirvarisi olan Şuşa şəhərində türk dilli dövlətlərin Səhiyyə nazirlərinin görüşü oldu və həmin görüş zamanı artıq buna gəlirdik 23-cü ildən vahid türk transplant, vahid informasiya sistemi niyyət protokolu imzalandı. Və bu vahid informasiya sisteminin aparıcısı Azərbaycan təyin olundu. Yəni Azərbaycan bütün o ölkələr arasında əlaqələri yaradılacaq. Bizdə məsələn çıxan orqana donor resipient yoxdursa, biz o orqanı digər qardaş ölkələrə də verə biləcəyik. Eləcə də kök hüceyrə sümük iliyi transplantasiyasından biz başlayırdıq. Bu ilk addımımız da o idi və bu bizi çox motivasiya eləyirdi ki, biz Azərbaycan adından sözümüzü deyək ki, biz də bu aparıcıyıq və Azərbaycanda ilk ürək transplantasiyasına da imza atıldı Profesor Kamran Musayev tərəfindən və biz bununla fəxr edirik və biz düşünürük ki, həmin ölkələr arasında əlbəttə bizim aparıcı olmamız artıq heç bir şübhə, digər məsələn heç nə yaratmayacaq. Çünki biz öz sözümüzü dedik və biz həqiqətən də bu türk transplant vahid informasiya sistemini aparmağa layiq bir ölkəyik. Və nəinki siz, hər bir Azərbaycan vətəndaşı bununla fəxr etməlidir və mən təşəkkür edirəm sizə, bir daha təbrik edirəm. Allahdan rəhmət diləyirəm donor olan o kəsə, Allahdan şəfa diləyirəm o pasiyentə, gənc pasiyentə və səbirsizliklə sizi yeni uğurlarınızla burada studiyamızda gözləyəcəyik. Uğur olsun hər birinizə. Çox sağ olun. Təşəkkürlər sizə də uğurlar. Və bir daha xatırladım ki, studiyamızın qonaqları Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək və damar cərrahı professor Dr. Kamran Musayev və Səhiyyə Nazirliyi tabeliyində orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinin idarə heyətinin sədri Yeganə xanım Abbasova ilə Azərbaycan səhiyyəsinin tarixindəki növbəti uğurundan Qafqaz regionunda ilk dəfə olaraq meyit donordan uğurla həyata keçirilmiş ürək transplantasiyası əməliyyatından danışdıq.